Deməli, AXC hökumət kabinetləri. Beş hökumət kabineti olmuşdur. Deməli, birinci hökumət kabineti 1918-ci il 28 maydan 1918-ci il 16 iyun böhranına qədər. İkinci hökumət kabineti 1918-ci il 16-17 iyundan 1-2-3-ün hökumət kabinetlərinin rəhbəri olur. Qatar Xan Xoyski, Dörd-beşin rəhbəri olacaq ki, Nəsib bəy, Yusuf bəydir. 1918-ci il 7 Üçüncü hökumət kabineti 1918-ci il 26 dekabrdan 1918 14 aprel'de. Dördüncü hökumət kabineti 1919-cu il 14 aprel'den 1919-cu il 22 dekabrda. Və sonuncu 5-ci hökumət kabineti 1919-cu il 22 dekabrdan 1920-ci il 30 marta qədər. Deməli, 1-3-ün rəhbəri dedik oldu Xoyski, 4-5-in rəhbəri isə oldu Nəsib bəy, Yusuf bəydir.